Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Xahiş edirəm bu videomu paylaşın. Mən öz fikrimi sonra söyləyəcəm. Gədəbəy rayonundan şəhidimizin həyat yoldaşı Qabil Məmmədova müraciət edir. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Analarına, bacılarına, atalarına Allahdan səbir edirəm. Allah sizə uzun ömür versin. İzləyin bu videonu. Bəli. Şəhidin yoldaşıyım. Hal-hazırda təmirsiz evdə qalırıq. Bir dəqiqə. Hansı şəhidin yoldaşısınız? Zəhmət şəhidimizin adını deyərdiniz. Məmmədov Ülvi Salihoğlu. Ülvi Salihoğlu'na sizin evladınız var mı? Bəli. 2 oğlum vardı hal-hazırda. Allah saxlasın. Hə, indi nə demək istəyirsiniz? Sözsüz deyin, o evin şəkillərini mən göstərəcəm. Mən hal-hazırda qaldığım evin şəkillərini atmışam sizə. O ev mənim deyil. Anamgilin köhnə evlərini sığınacaq kimi yaşayırıq. Hal-hazırda ev növbəsindəyik 4 ildir. 4 ildir bizə evi vermirlər. Neçə dəfə müraciət eləmişəm. Gədəbəy rayon Baxsım qəbulunda olmuşam. Bizə get-gələ salırlar. Bizə evi vermirlər. Heç bir şikayətimizi, heç bir müraciətimizi nəzərə almırlar. Dəfələrlə getmişik. Orxan Mürsəlov mənə deyib ki, sənin səsin çıxan kimi səni atdırırım gecəyə. Vay, kim deyir onu deyin görüm kim? Orxan Mürsəlov. O kimdir elə? İcra başçısı. Orxan Mürsəlova deyir ki, dolanamıram, evim pisdir. Kömək eləmə, deyir ki, səni attıracağım içəri. Səsin olmuş, bəli. Təhqirdən təhqirdən də danışır mı sizdən? Təhqir eləməyə yoxdur, yalan deyərəm. Mənə tez deyir ki, gəlmə bura. İcra hakimiyyətinə gəl. Qovur. Qovmaq elə, şəhidin xanımını qovmaq elə təhqir eləmək deməkdir də. Yaxşı, siz indi bir şey deyim sizə. Sizə bir şey deyim. Sizə bax, bir şəhid yoldaşısınız, 2 uşaqdan damın altında qalmısınız. Sizə devlət nə verir? Bax, aylıq olaraq nə verir? Pul olaraq. 500 manat. 500 manat, hər uşağa 250 manat. Hər uşaq, o da 18 yaşına kim verəcək, eləmi o uşaqlara? Başqa heç nə. Əziz bacım, Qabil Məmmədov kimdir ki, sizin probleminizi həll eləsin? Bizim çox yüksək səviyyədə dövlətimiz var. İnşallah 2025-2026-cı ilə kimi hər bir şəhid ailəsi evdən təmin ediləcək. Amma siz durursunuz buradan Qabil Məmmədova müraciət edirsiniz. Qabil Məmmədov da dövlətin birinci düşməyəndir, xalqın birinci düşməyəndir. Qabil Məmmədov əgər problemi həll edən adam olsa, birinci öz problemini həll eləyər. 600 manat verilir, 500 manat verilmir. O 600 manat da verilir. O şəhidimizin evladına aid deyil. Deyirsiniz ki, 18 yaşından kimi pul verilir. Xeyr. Allah şəhid analarından səbir versin. Şəhid atası, şəhid anası nə qədər həyatdadırsa o pul verilir. Düzdür, milyon da versələr şəhidlərimizin atılmış dırnağı deyil. Amma siz də durursunuz, Qabil Məmmədova müraciət edirsiniz. Qabil Məmmədov kimdir ki, birincisi sizin probleminizi həll eləsin. Qabil Məmmədovun öz problemi həll eləyə lazımdır. Hamının fikrinə hörmətlə yanaşıram. Kimsə burada artıq əski nəsə yazsa, mən tərəfdən sərt cavab gələcək. Mən Roma Dağıstanlı, siyasi video bloger. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.